Növbəti sualımızı oxuyaq. Salam Elşən bəy, aleyküm salam. Zəhmət olmasa bildiyimə rəy verin. Verim. Bərzəx aləmində ruhlar nəfslə bərabər sorğu-suala çəkiləcək. Nəfsin idarə olunmasında ruhun məsuliyyəti var. Bəy, burada 3 dənə nöqtə var. Mən o 3 dənə nöqtəni izah eləyərəm. İnşallah sizin fikriniz çox gözəldir, amma mən izahını eləyim sizə. Özünüz fikirləşin və nəticəni inşallah özünüz tapacaqsınız. Burada 3 dənə nöqtə var. Bunun biri bərzəx. Nədir bərzəx? İkinci, bərzəx aləmində ruhların nəfslə bərabər sorğu-suala çəkilməsi. Ruhların nəfslə bərabər bərzəxdə sorğu-suala çəkilməsi siz buyurursunuz. Və üçüncüsü, nəfsin idarə olunmasında ruhun məsuliyyəti. Bərzəx nədir? Bərzəx aləm deyil. Yəni, bərzəx bir maniyədir. Necə Qur'an-ı Kərimdə indi 21-ci əsrdə kəşf olundu artıq o. Qur'an-ı Kərimdə 14 əsr bundan qabaq ayədə buyurur ki, iki dənizi, şirin və şor suyu olan iki dənizi qovuşdurduq. Onların arasında bərzəx vardır. Onlar bir-birinə qarışmazlar. Bərzəx yəni maniyə. 21-ci əsrdə Kusto həmən yeri tapdı və elə bildi kəşf edib. Sonra Qur'ana müraciət eləyəndə gördü ki, 14 əsr bundan qabaq Qur'an onun barəsində xəbər vermişdi və başa düşür ki, Qur'an bütün elmlərin mənbəyidir. Necə Həzrəti Əli əleyhissalam buyurur ki, elm bir nöqtədir, nadanlar onları çoxaldıblar. Bərzəx, yəni dünya ilə qiyamətin arasında da Allah bərzəx, yəni bir maniyə yaradıb. Bir sədd. O maddi sədd deyil. O mənəvi bir sədddir. Yəni maniyədir. Ruhların maniyəsi. Yəni o maniyədə, o sədddə ruhlar qiyaməti gözləyirlər. Yəni dünya ilə qiyamətin arasında olan bir maniyədir. Bu barədə Qur'an profildə də mənim video yazılarım var. Orada baxa bilərsiniz. İkinci nöqtə nədir? Bərzəx aləmdə ruhlar nəfslə bərabər sorğu-suala çəkiləcək yazırsınız. Ruhların sorğu-suala çəkilməyindən ötürü ən azından dilə ehtiyac var. Dil isə qəbir evində yatır. Üçüncü nöqtə. Nəfsin idarə olunmasında ruhun məsuliyyəti var. Ruh insanın bədənində maşında bir yanacaq kimidir.